Bugün çempionatın son oyunuydu. Həqiqətən bu oyuna və heç bir şansımız qalmamışdı Avrokuboka getmək. Bu oyuna hazırlaşmaq, köklənmək olduqca çətin idi, amma ona baxmayaraq futbolçular çox əzmkar bir oyun nümayiş etdirdilər. Belə deyək, istər bugünkü oyun, istər dünən burada Qarabağ-Sumqayıt arasında olan oyun, istər digər oyunlar, baxmayaraq ki, heç bir mahiyyəti yoxdur oyunların, amma bütün futbolçular, bütün komandaların futbolçuları əzmkar oyun nümayiş etdirirdi, yüksək peşkarlıq göstərirdi və bugün də elə bir oyunun şahidi olduq. Sona qədər hər iki komanda qələbə üçün əlindən gələn elədi. Oyun bərabər də bitə bilərdi, qələbə də qazana bilərdi. Olduqca yaxşı qol epizodlarımız oldu oyunun başından. Qapımızda çox sadə səhvlərdən buraxılan qollar gördük. Artıq belə deyək, bugün sezonu tamamladıq və bundan sonra gələcəyi düşünmək lazımdır, gələcəyi götür-qoy eləmək lazımdır. Ümumən futbolçularıma, komandamıza, kollektivimizə, azarkeşlərimizə, rəhbərliyimizə dərin minnətdarım bildirəm. Hər üç cəbhədə, Avrokubokda, çempionatda, kubokda, hər üç cəbhədə sona qədər mübarizəmizi apardıq. Hər birində sonlarda istədiyimiz nəticəni əldən verdik. Amma ən vacib olan o idi ki, futbolçular əzmkar idi, sona qədər mübarizə aparırdılar. Komanda olaraq əlimizdən gələn eləyirdik. Nələr salınmadı, inşallah artıq bunlardan nəticə çıxardıb önümüzə baxmalıyıq. Tərəz bəy. Komanda üçün mövzusunu dəyərləndirdiniz, mövzusunu belə yaşamalıyız. Ümumi çempionatın, Premier Liqanın necə dəyərləndirirsiniz? Belə ümumən hamını, bütün mükafatçıları xüsusilə ürəkdən təbrik edirəm. Hamıya Çempionlar Liqası, Avroliqa, Konferans Liqasında uğurlar arzulayıram. Hər biri layiq idi Avrokuboka qatılmağa. Hər biri sona qədər mübarizə apardı bunun uğrunda. Sadəcə olaraq məyus edən tərəflər, meydançalar, oyunların tez-tez fərqli stadionlarda olması, bir komandaların 2, 3 və yaxud 4 stadionda ev stadionu olaraq qəbul eləməsi. Biraz məyus edən tərəflər bunlar idi, amma indi hal-hazırda biz məğlub olan tərəfi, ümumən bu mövzuda mən daha ətraflı danışmağı planlaşdırırdım, amma istədiyimiz nəticəni əldə etmədiyimizə görə danışmayacağım, fərqli anlaşılmasın deyə. Bir daha yəni hamıya Avrokuboklarda uğurlar arzulayıram. İki sualım olacaq Yaşadan. Deməli, bu ilk iki qolla bağlı fikrinizi öyrənmək istəyirəm. Birinci qolda qapçıya daha çox suallar ortaya çıxır. İkinci qolda hakimliklə bağlı. Üstəlik də penaltidən vura bilmədiyimiz qol. Yəni bunları necə xarakterizə edə bilərsiniz siz baş məşqçi kimi? Yəni belə deyək, uzun fasilədən sonra hərdən Aydın Bayramoğlu şans verdiniz. O da yəni bir qol buraxdı. Yəni ümumi belə necə deyək? Aydın məsələdir. İndi Aydın Bayramoğlu özü də başa düşür ki, ilk qol daha çox onun məsuliyyəti idi, onu zərbənin qarşısına almalıydı, amma Patrik Andrade də çox ağıllı zərbə vurdu. Asma göstərib qapıya zərbə vurdu, Aydın da onu gözləmədi. İkinci qolda baş açmadı, var çağırdı, nədənsə hakim öz qərarı üzərində durdu. Son dəfə bizdə belə bir şey olanda uzun müddət o danışıldı, hələ də danışılır, hələ də hakim cəzalanıb, amma nədənsə bizim oyunumuzda belə bir qərar qəbul oldu. Görək sonra şərhlər və yaxud izah nə olacaq epizodla bağlı. Mən detallı şəkildə oyunu təhlil eləmək istəyirəm, amma ümumən götürsəm bu oyunda və Sumqayıt oyununda qaçırdığımız epizodlar, buraxdığımız ucuz qollar bütün sezonun göstəricisi idi. Bu iki oyunda baş verən hadisələr mən yenə deyirəm, bizim komanda bir çox oyunlarda bəlkə də keçənkindən daha yaxşı oynayırdı, amma onu nəticəyə çevirə bilmirdik, qol epizodlarından istifadə edə bilmirdik, qələbələr qazana bilmirdik deyə fərqli görsənirdi və çünki bizə daha çox hər şey nəticəyə baxılır. Nəticə varsa hər şey əladır, eyni oyun oynayırsan, amma nəticə yoxdursa eyni oyun oynayırsan, deməli hər şey çox pisdir. Ancaq negativ hallar haqqında danışılır və o yüzdən də çox da oyuna dərinə təhlil eləmək istəmirəm, amma ümumən götürsən, istər bu və istər bu Sumqayıtla oyun ikisində də əla futbol nümayiş etdirdik, kombinasiyalı, texnikalı futbol nümayiş etdirdik. Təəssüf olsun ki, qol epizodlarımızı istifadə eləmədi və bu sezon boyu bu şəkildə getmişik. Biz ki, həmişə son vuruşlarda daha çox problem yaşamışıq. Halbuki, keçən il bu yöndən bu qədər problemimiz yox idi. Bir də ikinci sualım olacaq. Bir
Deməli bir açıqlamamız olmuşdu ki, bəs bu əcnəbi baş məşqçilər arasında, yəni 4 əcnəbi çəkilmişdir ki, bir yerli məşqçi mənim. Yəni bu baxımdan indi ümumi durum, yəni çempionatın yekununa baxanda əcnəbi baş məşqçi faktorunu nə dərəcədə rol oynadığını düşünürsünüz, yəni belə deyək də çempionatın yekunlarında, Avrokubok istər vəsiqə baxımından deyil. Yox, belə deyək, ümumən indi istəyir əcnəbi məşqçi olsun, istəyir yerli məşqçi olsun. Zaten bu məşqçilər bu komandalara gəldikdə, komandalar ambisiyalı komandalardır. İstər Sabah olsun, istər Neftçi olsun. Hər ikisi də ambisiyalı komandadır və hər ikisində də klub rəhbəri böyük işlər görmüşdü. Turana gəldikdə, Berdiyevdən öncə, Cənab Berdiyevdən öncə də Ayxan müəllim orada çox ciddi işlər görmüşdü və demək olar ki, orada əsas uğurlu baş verən hadisə o idi ki, ikisinin də sistemi oxşar idi və oyun fəlsəfələri oxşar idi. Və o da öz təcrübəsini qataraq, müəyyən oyuna qatqılar edərək, komandanın biraz daha da yeni transferlər edərək, limit dəyişilərək, daha yeni bir səviyyəyə çıxartdı komandanı. Amma ümumən demək ki, sırf bu legioner məşqçilərlə bağlıdır ki, onlar gəldikdən sonra daha fərqli bir şeylər. Xeyr, bizim bu günləri klublarımız, klub rəhbərlərimiz çox ciddi işlər görürlər. Və bunları da hər zaman, bilirsiniz, uğur olduqda da hər zaman onu illaki bunu məşqçinin əlbəttə ki rolu var, təbii olaraq rolu var, amma burada komandanın, klubun da gördüyü işləri danmaq olmaz. Çünki bu günləri futbolumuzda hər bir komanda çox ciddi seleksiyalar aparır. Xüsusilə də iddialı komandalar. Hətta sizə deyərdim 6-cı yer tutan komanda, hətta 7-ci yer tutan komanda. Ciddi seleksiyalar gedib Sumqayıtda, ciddi seleksiya gedib Araz Naxçıvanda, Turanda, Sabahda, Neftçidə, Qarabağ, yəni hamıda ciddi seleksiyalar gedib. Yəni bunu eləyən də çoxsun klub rəhbərləridir, vəsait ayıran klub rəhbərləridir, o məşqçilərə o şəraiti yaradan klub rəhbərləridir. Bu günləri şükürlər olsun Allaha ki, klub rəhbərlərimiz çalışırlar ki, çempionatın səviyyəsi qalxsın, klublarının səviyyəsi qalxsın, rəqabətə tab gətirsinlər. Halbuki biz bilirik, xüsusilə də son 6-7 illərdə 8 il geriyə boylansaq, daha 15 il öncəni demirəm, baxırdın ki, o qədər də çox pul ayrılmırdı seleksiyalara, klubların formalaşmağına o qədər də çox vəsait ayrılmırdı. Amma şükürlər olsun bu günləri hamı əlindən gələn eləyir ki, klubu bu rəqabətə tab gətirə bilsin, Avrokuboklara tab gətirə bilsin. İndi şükür Allaha, yəni bu günləri bizim klublarımız, biz də oynayırıq onlara qarşı, biz də Avrokuboklarda oynamışıq. Hər biri Avrokubok klubları səviyyəsindədir. Və inşallah ki, mən inanıram ki, bu illəri ən azı 3 komandamız play-off oynayacaq, inşallah. Ümidliyəm ki, ən azı 3 komanda play-off oynayacaq. Bir də başarılı olması bir sual da verin bunda. Beləcə, bu yaxınlarda klub prezidenti də demişdi bu barədə ki, yəni əsas deyir, maliyyə amili böyük rol oynayır Avrokuboklarda. Siz necə hesab edirsiniz? Məsələn də 25-30 milyonluq 3 klubunuz var da, yəni belə götürəndə. Yəni, onlarla rəqabətdə yəni Avrokuboklara düşmək bundan sonra xeyli çətinləşmir artıq. Yəni yox, çətin olması da çətindir, çətin də olacaq. Yəni ən vacib olan indi yay fasiləsində seleksiyada uduzmamaqdır. Təbii olaraq indi hər 4 komanda Avrokuboka düşüb, hər biri də güclənməyə çalışacaq. Başa düşürük ki, Sumqayıt və Araz Naxçıvan yenə iddialı olacaq. Onlar da güclənməyə çalışacaqlar və aydın məsələ ki, gələn daha da rəqabətli çempionat bizi gözləyir. Təbii olaraq bu ilki kimi müəyyən çətinlik olacaq. Biz də əlimizdən gələni eləyəcək ki, inşallah bu rəqabətə tab gətirək və Avrokuboka vəsiqə qazanaq. Artıq uzun illərdir ki, Azərbaycan çempionatında əsas hədəf Avrokuboka qatılmaqdır. İstəyir 2, istəyir 3, istəyir 4 və ya kubok yolu ilə. Və biz şükürlər olsun Allaha son 2 ildə ikinci olmuşduq. Bu da Avrokubokun play-offuna qədər yetmişdi. Bu da rəqiblərdə müəyyən bizə qarşı məsuliyyəti, belə deyək, köklənməyi artırırdı. Bu normal bir haldır. İndi inşallah fikirləşirəm ki, bəlkə də gələn ildə bizim üçün daha rahat olacaq. Rəhbərliyin qeyd edədiniz, rəhbərliyin tarixən bağlı klublarda nəzərə alsaq ki, son turuydu, turun zədvər baxımından heç bir əhəmiyyət daşımayan bir oyun olsa da, klub rəhbərliyimiz Orxan müəllim başlanmadan stadiondan canlı izləyib, dəstək verir. Deməli ki, komandaya hələ də inanırlar, baxmayaraq ki, bu mövsüm istədiyimiz nəticə çalınacaq, gələn mövsümdə bu davamlı olacaq. Orxan müəllim futbol adamıdır, uzun illərdir ki, futbolda fəaliyyət göstərir və artıq komanda 12 il yaşayır, mən 6 ildir buradayam.
bildiyim qədəri məndən öncə və yaxud mənim zamanımda hələ bir dəfə olsun ki, biz uğursuz nəticə əldə elədikdə, qarşımıza qoyduğu hədəfə çatmadıqda və yaxud hansısa oyunu böyük hesabla məğlub olduqda bir dəfə olsun futbolçuları tənqid eləmə və yaxud məşqçi heyətini tənqid eləmə heç bir zaman olmayıb. Müzakirələr olub, təhlillər olub, məsləhətlər olub, nəsihətlər olub. Bu şəkildə uzun illərdir ki, irəliləyir komanda. Və bu gün də bir daha hətta kuboka məğlub olduqda meydançaya indi, futbolçuları təbrik elədi, təşəkkürünü bildirdi əzmkar mübarizəyə görə. Və ondan sonra da hər oyunda komandanın yanındadır. Keçən oyun Sumqayıt, mən bugün artıq Araz Naxçıvana qarşı bir daha onun komandaya olan sevgisini, futbola olan sevgisini və təfəkkürünü göstərir ki, o böyük futbol təfəkkürü var Orxan müəllimdə. Biz də komanda olaraq dəstəklərinə görə daima təşəkkür edirik. Onlara bir daha da fürsətdən istifadə edib təşəkkürümü bildirmək istəyirəm. Biz əlimizdən gələn elədik. Sadəcə olaraq bəzi şeylər çatmadı ki, tam sonda istədiyimiz nəticəni əldə eləyək.